Salam. Bugün sizinle Kur'an-ı Kerim'de şəriət və minhac anlayışının ilahi qanun sistemindəki yerini istəyirəm ələ alalım. Şəriət nə deməkdir? O lüğəti baxımından və Quranda keçdiyi 5 dənə yerdə işlənmişdir. Bu 5 dənə ayətdəki məqsədi nədir ayətdə o sözü gətirməyin? Onları ələ alacağıq və bir də minhac sözü də şəriətlə əlaqəli gəlib və bircə yerdə işlənibdir. Maidə surəsi 48-ci ayəsi ilə minhac sözü şəriətlə mütləq bir yerdə olan bir şey olduğu üçün onu da bir yerdə gətirmişəm və onu sizə çatdırmağa çalışacağam. Deməli, bildiyiniz kimi, bugünkü toplumda şəriət sözü biraz, necə deyim, pis algılanıbdır. Yəni insanlar, məsələn, şəriət dövləti, şəriət əsaslı qanun qoymaq kimi şeylər deyiləndə insanların ağlında fərqli şeylər canlanır. Bunun səbəbini bilməyiniz lazımdır ki, Qurana görə deyil bu. Şəriətin qoyduğu qanunlar əsasında əgər bir qanun prinsipi qoyulsaydı, inanın ki, dünyada ən mədəni, ən müasir, ən yüksək səviyyəli bir dövlət yasası görərdiniz. Təəssüflər olsun ki, işin içinə uydurulmuş hədisləri, uydurulmuş təfsir, nə bilim, ərəbin adətini, nə bilim, farsın adətini qataraq buna şəriət adı qoydular və nəticədə təmiz olan Allahın qoyduğu yasaları ləkələdilər, kölgədə saxladılar. Onun üçün də bunu qeyd elədim birinci başlanğıcda ki, mən şəriətdən danışdığım zaman bu sözü bəzi insanlar şəriət sözü eşidəndə sanki elə bir, belə deyim də, onu tikan batır bədəninə, elə bir pisinə gəlir. Yəni sanki şəriət deyiləndə geridə qalmış, yəni belə deyək də, mədəniyyətdən məhrum olmuş bir formada anlayırlar. Bu çox həqiqətən təəssüf doğurucu bir şeydir. Başlayaq mövzumuza. Şəriət sözünün kök hərfləri ş hərfi, r hərfi və bizdə olmayan ərəbin əlifbasında olan ayn deyə bir hərf var. O hərflə düzəlir. Minhac sözü isə kök hərfləri nun hərfi, h hərfi, bir də cim hərfindən təşkil tapmışdır. Yəni h da deyəndə boğaz hası yox, ərəbdə 2 dənə h var. Bizim işlətdiyimiz h hərfi ilə təşkil tapır minhac sözü. Nəhəcə kəlməsi olur yəni. Şəraa, bir də nəhəcə. Bu kökdən. Quranda şəriət və minhac terminləri ilahi qanun qoyuculuğun əsas semantik sütunlarını təşkil edir. Bu köklərin lüğəvi mənası yol açmaq, aydın istiqamət müəyyən etmək, qanun təyin etmək və izlənəcək xətti müəyyənləşdirmək yəni. Kim bu sözlərin şəriətə aid olduğunu bilməyinizi istəyirəm ki, yəni bu kəlmə yalnız şəriət kəlməsinin mənasıdır. Onu anladır, ortaya qoyur. Lakin Qurani istifadədə bu lüğəti mənası idi. Bu terminlər yalnız hüquqi norma deyil, həm də ilahi istiqamət, həyat nizamı və dinin praktik tətbiq mexanizminin ifadə edir. Bu məqaləmizdə bu anlayışlar yalnız Quran ayələri əsasında sistemli şəkildə ələ alaraq onun nə anlama gəldiyini, Allah orada nəyi qəsd etdiyini analiz etməyə çalışacağıq. Bu sözün Quran-ı Kərimdə əsas olaraq mərkəz ayəsi keçdiyi, yəni mərkəz olan ayəsi Maidə surəsi 48-ci ayədir. Burada şəriət sözü və minhac kəlməsi bir yerdə keçmişdir. Bu ilahi müxtəliflik və vahid mənbə olaraq ortaya qoyulacaqdır. Niyə müxtəliflik sözünü işlətdim? Çünki qoyulan bir, məsələn, əl yuma deyək. Əl üzümüzü yumaq. Üzü yuyan insan, Allah bizdən üzümüzü yumağımızı istəyib. Amma onu icra etmək üçün fərqli metodlar ola bilər. Adam var ki, üzünü krantın altına salıb da yuya bilər. Adam var, suyu ovucuna doldurub üzünə. Bu minhacdır. Qoy bunu deyin biləsiniz, metodlardır. Minhac metod. Amma üz yumaq nədir? Sanki şəriətdir. Yəni, bir dənə ortada bir iş var, o görülməlidir, o iş görülsün. Amma görmənin müəyyən fərqli metodları ola bilər. Allah həm şəriəti qoyur, həm də metodlarını bizə göstərir. Aydın nə demək istədiyim? Ayət belə keçir. لِكُلِّ جَعَلْنَ مِنْكُمْ شِرْعَةً وَمِنْهَاجًا. Hər biriniz üçün bir şəriət və bir minhac təyin etdik. Bu ayət, 48-ci ayət, kontekstual olaraq oxunsa 44-cü ayədən ta 50-ci ayə arasında bir pasajdır. Bu ayə Tövrat və İncil
İncilin zikr edildiği hisseden sonra gelen bir ifadedir. Birinci Allah Tövrat'tan danışır ve Allah'ın nazil ettiğiyle hüküm etmeyenlerin kafir olduğunu tenkit edir, bildirir ve sonra İncil'in onu təsdiqləyici olarak İsa'ya verildiğini ve Allah'ın nazil ettiğinden hüküm etmeyenlerin fasıklığını bildirir ve devamlı olarak da e, bir də Maide 44'te Allah'ın nazil etdiyi ilə dedikdə bu tənqid olunmağı və 46-47'də də əvvəlki kitabların ilahi hökm sistemi olduğunu vurğulayaraq bu iki kitabı gətirir isimlə. Bəziləri bu kitab deyil. Nəysə Allah islah eləsin. Və 48-ci ayəsində isə bu sistemlərin ilahi qaynaqdan gəldiyini bildirərək, yəni hamısının tək bir qaynağa nisbət verilərək Qur'anın da müheymin olduğunu, onları qoruyucu olaraq onların üzərində həyan edici olduğunu ortaya qoymuşdur. Və həmən kəlməni 48-ci ayətdə Allah işlədir ki, həm şəriət ilahi qanun sisteminin özəyi, yəni normativ çərçivəsini qoyur ortalığa. Yəni Allah Qur'anla bütün vəhyinə çərçivə təyin edir. Minhac həmin qanunun praktik tətbiq yolu metodologiyasını ortaya qoymuş olur. Yəni burada açıq şəkildə bizə başa salır ki, Qur'an Allahın vəhiyləri, hökmləri açıq olan bir yoldur. Yəni gün kimi bəllidir. Və bu kitab eyni zamanda o qanunlar üzrə yaşama metodunu sənə öyrədən bir kitabdır. Axirət əldə etmə metodunu öyrədən bir kitabdır. Burada mühüm prinsip var. İlahi mənbə təkdir. Tətbiq üsulları zamana və topluma görə fərqli ola bilər. Yəni bir zaman məsələn bir insan şəriət yaşadığı zaman devri fərqli idi. Məsələn at üstündə idi. Yəni belə deyək də kənd həyatı ilə şəhər həyatı eyni deyil. Kənd həyatında insanın yaşayışında, şəhər həyatında yaşayışından fərqli yol növləri vardır. Və ona görə də bu minhac həm kənd həyatında yaşayan insanların Allahın şəriətini necə yaşayacağını və yaxud şəhər həyatında yaşayanlar necə yaşayacağını hamısını gözəl şəkildə bir arada qoymuşdur ortalığa. Bu fikir Bəqərə surəsi 213-cü ayəsi ilə də uyğun gəlir ki, insanlar bir ümmətidir, sonra Allah elçilər göndərdi və onlarla birlikdə kitabı nazil etdi ki, ixtilafları aradan qaldırsın. Yəni əslində Allah bizə kitabı göndərməkdə qəsd aramızda baş verən ixtilafları onun vasitəsilə həll etməmiz üçün göndərir. Amma təəssüf olsun ki, əksinə oldu. Kitab gəldikdən sonra onlar daha çox ixtilafa düşdülər. Deməli, şəriət ilahi qaynaqlı qanun, minhac həmin qanunun tətbiq metodudur. Modelidir yani. Ərəf suresinin 163-cü ayəsində ilk dəfə Quran-ı Kərimdə şəriət sözünün istifadə edildiyi yerdir. Burada bunun lüğət anlamını qoyur Allah ortalığa. Şurra'an deyə bir ifadə keçmişdir. Bu nə deməkdir? Yəni belə bir başlıq qoysaq ortalığa şəriətin metaforik mənasını ortaya qoyur bu. Ayədə izə tə'tihim hitanuhum yevmen sabtihim şur'an deyə bir ifadə ilə keçir. Şənbə günündə balıqlar onlara toplum halında, sürülər halında üzə çıxaraq gəlirdilər deyir. Bura baxdığımızda bir lüğəti bir incəlik vardır burada. Şur'an sözünün kökü eynən şəriət sözü ilə eyni dedik, açıq şəkildə görünmək, səthə çıxmaq, yəni üzə çıxmaq, aydın və seçilən istiqamətdə hərəkət etmək və bunun toplumsal şəkildə olduğunu ortaya qoyur. Yəni bir dənə, iki dənə yox, toplumsal şəkildə, hamılıqla yəni. Bu bir imtihandır. Əgər insanlar toplumsal şəkildə Allah yasasına uysaydı, həyat o qədər gözəl olardı. Hayıf ki edilmədi. Nəticədə zülümlər baş verir və bəzi insanlar bu zülümlərin səbəbini Allah'a götürür ki, Allah niyə gör bunların niyə qoyur belə olmağını? Allah deyir ki, hamılıqla Allahın yasasına uyun. Uyun ki nizam pozulmasın. Uyulmadığı zaman nizam pozulur. Və biz buna qarşı önlem almaq əvəzinə oturub səsimizi çıxartmırıq və nəticədə də Allah'ı suçluyuruq. Deməli, şəriətin semantik nüvəsi gizli olmayan, açıq aşkar görünən ilahi yol demək olur. Bu, Ənam 153-cü ayəsi ilə üst-üstə düşür. Bu mənim düz yolumdur ifadəsiyle, sırat-ı müstaqiman kəlməsi ilə
ona tabi olun diye bir tapşırıq verir Allah. Buradan nəticə olaraq şəriət gizli rituallar toplusu deyil, açıq və görünən həyat yoludur deyə bilərik buna. Şura surəsinin ən önəmli yeridir bu. 13 və 16-cı ayətlər arası pasajı vardır. Bütün rəsulların 1-ci 13-cü ayətə diqqət etsək, ortaq şəriət, eyni şəriət üzərində olduğunu ayət bizə göstərir. Allah deyir ki, o Nuh'a tövsiyə etdiyini, sənə vəhiy etdiyimizi, İbrahimə, Musaya və İsa'ya tövsiyə etdiyimizi sizə də şəriət etdi. Dini ayaqda tutun və onda parçalanmayın deyə tapşırıq verir. 14-cü ayəsinə baxırıq. Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı azğınlıq üzündən parçalandılar deyir. 15-ci ayətə baxdığımız zaman sən dəvət et və əmr olunduğu kimi düz istiqamətdə ol deyir. Və 16-cı ayəsində isə Allah barəsində mübahisə edənlərin dəlillərinin batil olduğunu, höccətlərinin dahizə olduğunu bildirir. Bu ayətləri mən qısa olaraq dedim, istəyənlər tam oxuya bilərlər. Bunların hamısını bir yerdə ələ alıb analiz etdiyimizdə bu blokdan 3 əsas nəticə çıxardırıq. Birinci, bütün elçilərin, nəbilərin dini eynidir. Ali İmran 19 ilə bu uyğunlaşır. Allah yanında din İslamdır deyərək görürük. İkinci, şəriət parçalanmamış vahid ilahi nizam olduğunu bildirir. Deməli, dinlər ola bilməz. Allah yanında din bir dənədir. Adəmdən daha sona qədər, qiyamətə qədər. O da Allahın qoyduğu barış adlandırdığı, İslam dediyi, təslimiyyət dediyi, Allah yasasına uzlaşma dediyi dindir yəni. Üçüncü, parçalanma səbəbi elm gəldikdən sonra ixtilaf yaratmaq olduğu ortaya qoyulur. Yəni, şəriətin müxtəlifliyi deyil, insanların ixtilafı problemi yaradır. Yəni, bəziləri müxtəlif şəriətlər olduğunu düşünür, halbuki şəriət təkdir. Amma onu icra etməkdə metod qoyub Allah, o metoda uymurlar, o minhaca uymurlar, özlərindən yeni minhaclar çıxardırlar şəriəti icra etməkdə və hətta şəriətin böyrünə alternativ şəriət qoyurlar və sonra da yer üzündə qırğınlara, müharibələrə və fəlakətlərə səbəb olurlar. Şura surəsinin 21-ci ayəsi muhtəşəm oturur burada yerinə. Allah Teala qanun qoymaqda şərikliyin rəddini göstərir burada. Ayə yoxsa onların Allahın icazə vermədiyi dini onlar üçün şəriət edən şəriklərimi var deyə bir sual yönləndirir. Bu ifadədə açıq şəkildə gördüyümüz 13-cü ayət, Şura 13-cü ayətlə bir yerdə diqqət etsək bir şey görürük. 13-də dedi ki, şəriəti Allah qoyur. 21-də deyir ki, Allahdan başqa şəriət qoyanları qəbul edənləri mi var? Yəni ki, onlara şəriət qoyucu qoyanları mı var? Deyərək o ikisi bir yerə gələndə burada nəticə olur ki, kimsə Allahın yanına əlavə bir şəriət qoyucu, alternativ şəriət qoyucu qoysa, burada şirk yaranmış olur və bunu edən adam müşrik sayılmış olur. Anlaşıldı nə demək istəyirəm? Bu günləri həm əhl-i sünnə, həm də şiə məzhəblərində, yahudilikdə, xristianlıqda da həmçinin eyni, bunlar tək qaynaqlı şari götürmürlər. Allah şəriət qoyucu olaraq yetər demirlər. Allah da şəriət qoyur, peyğəmbərlər də şəriət qoyur, deyərək özlərinə yol açır və başlayırlar peyğəmbər adından dində, belə deyək də, avtoritet olaraq hökm qoymağa, istədikləri kimi qərarlar verməyə və öz qərarlarını Allaha dayatırlar ki, bu mənim dediyim deyil, Allahın istəyi budur. Bu prinsip əslində Yusuf surəsi 40-cı ayəsi ilə üst-üstə düşür. Hökm yalnız Allaha məxsusdur ifadəsini qoyaraq o ayətdə sabit olaraq başa salır ki, heç kimin haqqı yoxdur ki, özünün verdiyi hökmə Allahın hökmü desin. Allahın hökmü Allahın kitabında olmalıdır. Və Ənam surəsi 114-cü ayəsi ilə də Allah deyir ki, denən mən Allahdan başqa bir hakimmi axtarmalıyam. Yəni, bir insan Allahdan başqasının hakimliyini qəbul etməməlidir. Bu nə anlam verir? Yəni, sən mənə hakimlik edəcəksənsə də, o zaman ədalətli olacaqsan. Allahın haram etmədiyi, Allahın əmr etmədiyi şeylər üzərindən mənə nəyisə haram edib və yaxud da nəyisə əmr etməyə sənin yetkin də yoxdur, haqqın da yoxdur. Edən olsa belə bir halda, o zaman biz bu hökmə uymamalıyıq yəni. Buradan qəti prinsip çıxır ortalığa. İlahi qanun
Aslında ilahi kanun sisteminde kanun koyucu yalnız Allah'tır. İnsanların dini ad altında koyduğu hükümler şeriyet hesab edilebilmez. Bunu kim edirse de özünü Allah'a ortak koşur. Ona kim uyursa Allah'la beraber başkasına ilah demiş olur. Casiye suresi 18. ayet. Elçilərin şəriət üzrə təyin olunmasını sabit ortaya qoyur. Allah Əhzab surəsi 21-ci ayəsi ilə və yaxud da Mümtəhinə surəsi 4-cü ayəsi ilə elçilərin və rəsulun nümunə olduğunu bizə göstərir. Onunla birlikdə olanların usvatül həsənə olduğunu bizə göstərir. Niyə? Nətər qoyur ortalığa? Nə deyir? Siz tək olan Allaha qulluq etmədikcə sizinlə bizim aramızda davamlı olaraq bir ayrılıq, ədavət olacaqdır deyir. O idi ki, bizim üçün nümunə elçidir. Gəl görək elçi neynir? Ayə açıq şəkildə bildirir ki, sonra səni əmirdən bir şəriət üzərində qərar verdik. Yəni öz əmrindən olan bir şəriət üzərində təyin etdik deyir. Ona tabe ol və bilməyənlərin həva və həvəslərinə tabe olma deyir. Çox maraqlıdır. Bunu analiz eləsək, bu kəlməni, bu ayətin özünü, burada 3 dənə mərhələni görmüş oluruq. Birinci, şəriət bərabərdir vəhyə əsaslanan ilahi sistem. İkinci, həva isə bərabərdir insanın subyektiv qanun qoyması. Üçüncü, peyğəmbərin, yəni elçilərin vəzifəsi isə bərabərdir ilahi qanunu tətbiq etməyə. Yəni elçilər heç bir zaman özlərinin şəxsi fikir və rəylərinə görə hökm vermədilər və öz fikirlərinə görə yaşamadılar. Onlar Allahın əmrlərinə uydular, ona uyğun yaşadılar. Biz onların nümunə götürməliyik özümüzə. Amma bu günləri öz şəxsi rəylərinə, ictihadlarına, istinbatlarına görə Allah adından hökm qoyucular əslində nə eləmiş olurlar? Allaha özlərini ortaq qoşmuş olurlar və onlar əslində ilahi bilgidən qaynaqlı hökm qoymadıqlarına görə bilməyən, həvasına uyan olaraq bizə təqdim olunmuş olur. Bu ifadəni Yunus surəsi 10-cu surənin 35-ci ayəsi ilə Allah belə başa salır bizə. Haqq, yəni həqiqət, haqqa yönəldən daha çox tabe olunmağa layiqdir. Yəni haqqa hidayət edən daha çox tabe olunmağa, izlənməyə, uyulmağa daha layiqdir. Yoxsa özünə haqq, doğruluq göstərilmədikcə, yəni hidayət edilmədikcə onu tapa bilməyənə uymaq daha yaxşıdır. Hansı daha uyğundur deyə Allah bir sual yönləndirir. Yəni həyatda gördüyümüz bütün insanların hər birinə kiminsə haqqı göstərməsi lazımdır, həqiqəti göstərməsi lazımdır. Özü öz başına həqiqəti tapa bilməz. Yeganə həqiqət üzərində heç bir göstəriciyə, yol göstəriciyə ehtiyacı olmayan bir dənə varlıq var, o da Allahdır. Odur ki, insanlar Allahdan başqalarını özlərinə heç bir zaman hidayətçi qərar verə bilməz. Qur'ani sistemdə şəriətin ümumi prinsiplərini Allah bizə başa salır ki, Qur'andakı digər əlaqəli ayələri bu sistem tamamlamış olur. Gəlin buna baxaq. Maidə surəsi 44-cü ayətə baxdıqda Allahın nazil etdiyi ilə hökmü ortaya qoyur. Ənam surəsi 153-ə baxdıqda tək doğru yolun bu olduğunu qoyur ortalığa. Şura 10-cu ayətə baxdıqda hökmdə son qərar Allaha aid olduğu bəlli olur. Yusuf surəsi 40-cı ayətə baxdıqda qanun qoymaq yalnız Allaha aid olduğu bildirilir. Ali İmran surəsi 19-cu ayətə baxdıqda vahid dinin İslam olduğu Allah yanında ortalığa qoyulur. Və Nəhl surəsinin 90-cı ayəsinə baxdıqda isə ilahi qanunun əsasları ədalət, yaxşılıq, haqq olduğu bəlli olmuş olur. Yəni Allahın qoyduğu yasanın təməli ədalət üzrədir, xeyir, yaxşılıq üzrədir və gerçəklik, reallıq, həqiqət üzrə olduğunu göstərmiş olur. Nəhl surəsi 90-cı ayə muhtəşəm son qoyur ifadəyə. Və sonda əgər bir çertyoz çizsaq ki, 4 kəlmə üzərində demək olar ki, topladıq şəriət məsələsini. Dedik şəriət, minhac, sirat, yəni yol, bir də din anlayışı. Bu 4 dənə ifadə ki var. Deməli, şəriət nə anlama gəldi? Qoyulmuş yol demək oldu. Minhac nə anlama gəldi? Aydın praktik istiqamət anlamını ortaya qoydu. Sirat isə ideoloji istiqaməti bildirdi. Din isə
Din isə ilahi sistemin bütünlüyünü bildirir. Üzr istəyirəm. Bir də təkrar. Şəriət ilahi qanun sistemi olduğunu bildirdik. Minhaj tətbiq metodologiyası olduğunu bildirdik. Sırat ümumi doğru yoldur dedik. Din isə ilahi sistemin bütünlüyüdür dedik. Amma məna baxımından isə şəriətin qoyulmuş yol, minhajın aydın praktik istiqamət, siratın isə ideoloji istiqamət olduğunu, yəni yol baxımından və o bütün dinin özü dedik ki, nədir? Sistemin bütünlüyünü bildirir, ilahi sistemin bütünlüyü. O sistem bütünlükdə nədir? Nədən ibarətdir? Qanundan, üstünə gəl inanc və üstünə gəl yol. Yəni qanun, inanc, yol. Bax bunun cəminə din deyiləcəkdir. Nəticə, Qur'ani analiz göstərir ki, bizə birinci, şəriət gizli hüquqi kodeks deyil, açıq görünən ilahi yoldur. Baxdığımız ayət Əraf 163 idi buna. Orada balıqların üzə çıxışını kütləvi şəkildə şəriət sözündən ortaya qoydu. Lüğət anlamını, nə mənada işlədiyini orada görmüş oluruq. İkinci, bütün nəbilərin şəriəti eyni qaynaqdan gəldiyini gördük. Şura 13-də. Üçüncü, insanların dini hökmlər qoyması, şirk və müşriklik, Allahla ortaqlıq sayıldığını Şura 21-də gördük. Yəni, özünü Allaha dərk tutmaq. Allahla bərabər. Yəni, sən bunu deyirsən, mən də bunu deyirəm. Bunu nəyin üzərində elədilər? Elçiləri Allahın yanında alternativ hökm qoyucu götürərək. Onların adlarından istifadə etdilər əslində bu işdə. Alət elədilər. Dördüncü, nəbilərin vəhiy əsaslı şəriət üzrə təyin edildiyini 45-ci surə 18-ci ayətlə ortaya qoyduq. Və sonuncu olaraq şəriət və minhaj birlikdə ilahi həyat modelini təşkil edir dedik. Bunu da Maidə surəsi 48-ci ayətlə Allah göstərmiş olur. Beləliklə, Qur'ana görə şəriət Allahın qoyduğu aydın həyat yoludur. Minhaj isə həmin yolun həyata tətbiq strategiyasını göstərmiş olur. İlahi sistemdə qanun qoyucu yalnız Allahdır. İnsanın əlavə etdiyi hər dini norma isə vəhyə söykənmirsə, o artıq şəriət deyil, həvadır və özünü Allah saymaqdır, özünü Allaha ortaq qoşmaqdır və yaxud da bunu edəni özünə adam başçı götürürsə, onu Allaha şərik qoşmuş olur. Vəssalam, Allah hər birinizdən razı olsun. Sözüm bu qədər.